37-ci ay 2020-ci il buraxılış imtahanı riyaziyyat suallarına baxırıq. Birinci suala baxaq. Birinci sualda sahəsi 42 hektar olan əkin yerini 3-ün 4-ə nisbətində 2 yerə bölünmüşdür. 3-ün 4-ə nisbətində 2 yerə bölünmüşdür. Kiçik hissənin sahəsini tapın. 3K plus 4K bərabərdir 42 hektar. 7K bərabərdir 42, K bərabərdir 6. 6-nı bir dəfə 3-ə vururuq. 18, bir dəfə də 4-ə vururuq. 24. Bizdən kiçik hissənin sahəsini istədiyinə görə kiçik hissənin sahəsi 18. Doğru cavab 18. B variantı. İkinci sual. Uzunluqların nisbəti L1-in L2-yə nisbəti 4 olan iki çevrənin radiusların nisbətini hesablayın. L1-in L2-yə nisbətini hesablayın. Biz bilirik ki, oxşarlıqda uzunluqların nisbəti, xarici çəkilmiş çevrə radiusların nisbəti, daxilə çəkilmiş çevrə radiusların nisbəti, tərəflər nisbəti, perimetrlər nisbəti, hamısı mütənasiblik əmsalına bərabərdir, K-yə bərabərdir. Tənbölənlər nisbəti, uzunluqlar nisbəti 4-ə bərabərdirsə, radiuslarda nisbəti 4-ə bərabər olacaqdır. Doğru cavab Y variantı. Üçüncü sual. Permütasiya n'dən n-8'e, buradan yazın. Permütasiya n'dən n-8 vurulsun 10 faktorial bölünsün permütasiya n'dən n bərabərdir. Permütasiya birinci növbədə permütasiya n'dən n-8'i hesablayaq. N faktorial n çıxılsın n-8 faktorial bərabərdir. N faktorial yuxarıda mütərizələri qaldırsaq, mütərizə daxilindəki işarələr dəyişəcəkdir. Plus 8 olacaqdır. N plus 8. N'lər islah getdi. Qaldı aşağıda 8 faktorial. Demək, bu ifadənin yerinə, bax bu ifadənin yerinə yazırıq. N faktorial, 8 faktorial, vurulsun 10 faktorial, bölünsün. Permütasiya n'dən n-i də hesablasaq, bilirik ki, permütasiya n'dən n verməlidir n faktorial. Yenidən göstərək. N faktorial, n minus n faktorial. Məxrəc verir 0 faktorial, n faktorial. 0 faktorial 1 verdiyinə görə qalır eləcənə n faktorial. Bölünsün n faktorial. Bölünsün n faktorial deyib ki, vurulsun n faktorialda 1. N faktorialla n faktorial ixtisar getdi. 10 faktorialla 8 faktorial ixtisar aparsaq, 10 faktorial 8 vurulsun 9 vur 10 yazsaq, 8 faktoriallar getdi. Qaldı 9 vur 10, 90. Doğru cavab C variantı. Dördüncü suala baxaq. Fx bərabərdir sinus kvadratı x çıxılsın kosinus kvadratı x funksiyasının əsas dövrünü tapın. Biz burada əsas trigonometrik eynilikdən 2 qat bucaq düsturu görürük. 2 qat bucaq düsturunda kosinus kvadratı alfa minus sinus kvadratı alfa verir bizə kosinus 2 alfa. Burada da yerlər dəyişmiş formadadır. Ona görə qarşıya mənfi çıxartsaq, bu verir bizə mənfi kosinus 2 alfa. Biz funksiyanın ən kiçik müsbət dövrünü hesablamaq istəsək, bilirik ki, kosinus x funksiyasının ən kiçik müsbət dövrü
2 pi bölünsün modulda a'da. Burada da alfanın qarşısındakı 2, deməli bu funksiyanın ən kiçik müsbət dövrü 2 pi bölünsün 2. Modulda 2, 2'lər ixtisar getdi, qaldı pi. Doğru cevabımız A variantı. Beşinci sual. Həcmi 64 kub santimetr olan kubun dili neçə santimetr edər? Biz bilirik ki, kubun həcmi A kubuna bərabərdir. A kubu bərabərdir 64, A bərabərdir 4'ə. Doğru cevabımız D variantı. Altıncı sual. Sinüs x bərabərdir kotangens x olarsa bu ifadənin qiymətini istəyir. 4 minus kosinus kvadrat x çıxılsın kosinus x. İfadəsinin qiymətini tapmaq istəyir bizdən. Bunu sadələşdirsək, bax bu ifadəni. Deməli, sinus x bərabərdir. Kotangens ifadə etsək, verir bizə kosinus x bölünsün sinus x. Bərabərdir. Çarpaz vursaq, verir bizə sinus kvadrat x bərabərdir kosinus x. Deməli, mən burada kosinus x'in yerinə sinus kvadratı yazım. Bax, burada kosinus x'in yerinə yazıram sinus kvadratı x. Belə bir ifadə alıram. 4 minus kosinus kvadrat x çıxılsın sinus kvadrat x. Burada da, bax bu ifadədə mənfini qarşıya çıxartsam, olur belə. 4 çıxılsın kosinus kvadrat x plus sinus kvadrat x. Sinus kvadrat x. Dört çıxılsın kosinus kvadrat x plus sinus kvadrat x. Bu ifadə əsas trigonometrik eynilik verdiyindən qalır 4 çıxılsın 1 bərabərdir 3. İlkin cavab 3 B variantı. Bilirik də əsas trigonometrik eynilik kosinus kvadrat alfa plus sinus kvadrat alfa bərabərdir 1. Bax bu ifadənin yerinə 1 yazdıq. 7-ci sual. Bir televizor 400 manata satıldıqda 20% zərər edir. 20% zərər edirsə 100%-dən 20% çıxır. 80%. 80%-də deməli 20% zərər edirsə 80%-i qalır. Demək, tənasib quraq. 80%-i 400-dürsə o 30% qazanc əldə edilməsi üçün televizor neçə manata satılmalıdır? Qazanc əldə edilmək üçünsə 100%-in üzərinə 30% gəlirik. Verir bizə 130%. 80%-i 400-dürsə 130%-i neçədir? Çarpaz vursaq 80x bərabərdir 130 vurulsun 400. X bərabərdir, ixtisar aparsaq 80-lə 400-ü qalır burada 5. Cevabımız 650. C variantı. Biz bildiyimizdə tənasib qurduq və çarpaz vurma üsulundan istifadə etdik. Sekizinci sual. Demək,
Bunlar birinci sadələşdirək bərabərdir. Deməli, A üstü 6, B üstü 2, üstü 4'te 1. Yazaq hələ ki belə. A üstü 6, B üstü 2, üstü 4'te 1. Vurulsun. Bu ifadəni belə yazsaq. A üstü mənfi 6 vurulsun. B üstü mənfi 10. Üstü mənfi 4'te 1. Üstü mənfi 4'te 1 bərabərdir. Olur belə. A üstü 4'te 6 bir vuraq. 4'te 6 vurulsun. B üstü 4'te 2 vurulsun. A üstü mənfi 6'nı mənfi 4'te 1'e vuranda verir bizə müsbət 4'te 6 vurulsun. B üstü mənfi 10'u mənfi 4'te 1'e vuranda verir bizə müsbət 4'te 10 bərabərdir. Əsaslar eynidir. Qüvvətləri toplayırıq. A üstü 4'te 6'nın üstə 4'te 6 gələndə verir bizə 4'te 12. B üstü 4'te 2'nin üstə 4'te 10 gələndə verir bizə yenə 4'te 12. 4'te 12. Bərabərdir. A 12'ni 4'e böləndə 3. B 12'ni 4'e böləndə 3. A kubu, B kubu. Doğru cevap D variantı. Dokuzuncu sual. Dokuzuncu sual. Düzbucaqlısında D'ye tən bölən. Düzbucaqlı verilib. D'ye tən bölən verib. D'ye tən bölən verib. AB 8. AB 8, A'ya 10. A'dan Y'ye 10. Olarsa onun sahəsini istəyir bizdən. Burada biz Pifagor üçlüyü görürük. B'ye bərabərdir. Kökdə 10'un kvadratı çıxılsın 8'in kvadratı verir bizə 6. Bu hissə verir bizə 6. Bu da tən bölən olduğundan bax bu xət. Daxili çarpaz bucaqlar olduğundan bu bucaq bu bucağa bərabərdir. Demək ki, bura bərabər yanlı üçbucaqdır. Bu hissə 8'dirsə burada 8'dir. Bu da bərabər yanlı olduğundan burada 8'dir. 6 ilə 8'in cəmi verir bizə 14. Demək ki, düzbucaqlımız 6 ilə 8'in cəmi 14, burada 8. Düzbucaqlının sahəsi 8 vurulsun 14. 112 kvadrat santimetr olacaqdır. Doğru cevap Y variantı. Onuncu suala baxaq. Mənfi 7'də 1 kiçikdir x kiçikdir 4'də 1 bərabərsizliyinin x'də 1'in ən böyük mənfi tam qiyməti ilə ən kiçik natural qiymətinin hasilini hesablayın. X'də 1'in nəyini istəyir? Ən böyük mənfi tam qiyməti ilə ən kiçik natural qiymətinin hasilini tapın deyir. Bu bərabərsizliyi həll edərkən iki yerə bölmək lazımdır bu bərabərsizliyi. Birincisi, baxaq bu hissəyə. Deyək ki, mənfi 7'də 1 kiçikdir x-dən. Mənfi 7'də 1 kiçikdir x-dən. İki hissəyə böldüm. Bir də x 0'dan böyükdür. Bir də x 4'də 1'dən kiçikdir. Bu bərabərsizliyin tərsini yazsaq, yəni x'də 1, artıq burada bərabərsizlik işarəsini yerini dəyişəcək. X'də 1 kiçikdir mənfi 7'dən. Tərsini tapsaq da,
X'in tərsi, mənfi 7-də 1-in tərsi verir bizə mənfi 7. Burada da yine tərsini yazsaq, X'də 1 böyük olacaqdır 4-də 1-in tərsindən. X'də 1 mənfi 7-dən kiçik qiymətlər alır. Mənfi 7-dən kiçik qiymətlər mənfi 8, mənfi 9, mənfi 10 və s. Ədəd oxunda göstərsək, X'də 1 mənfi 7-dən kiçik qiymətlər alır. Birdən X'də 1 4-dən böyük qiymətlər alır. 4-dən böyük qiymətlər alır. Misal üçün 5, 6, 7, 8 və s. Burada da mənfi 8, mənfi 9, mənfi 10 və s. İndi bizdən bu bərabərsizlikdə deyir ki, X'də 1-in ən böyük mənfi tam qiyməti ilə ən böyük mənfi tam qiyməti verir bizə burada mənfi 8. Mənfi 8. Ən kiçik natural qiymətinin hasilini tapın. Ən kiçik natural qiyməti isə 5 verir. 8 dəfə 5'in verdi bizə mənfi 40. Yekun cavab mənfi 40 C variantı. On birinci sual. X bərabər 2y, X plus 4y bərabərdir 18. Tənliklər sistemindən y hesablayın. X'in yerine 2y yazsaq ikinci tənlikdə 2y plus 4y bərabərdir 18. 6y bərabərdir 18. Y bərabərdir 3. Aparıb yerinə yazsaq X bərabərdir 2 vur 3. O da verəcəkdir bizə 6. Doğru cevap C variantı. On ikinci sual. Aşağıdaki funksiyalardan hansı ne tek ne de cüt funksiyadır? Bildiğimiz kimi cüt funksiyalarda f mənfi x verdikdə f x-ə bərabərdir. Cüt funksiyadır. Tek funksiyalar ise f mənfi x olduqda mənfi qarşıya keçir. Mənfi f x verir. Bu da tek funksiyadır. Baxaq görək aşağıdakilardan hansı tekdir? F x bərabərdir x kubu. Yerinə mənfi qoysaq, f mənfi x yazsaq, verəcəkdir bizə mənfi x kubu. Verir bizə bu tek. Daha sonra f x bərabərdir x kvadratı. Bax bu funksiya. F mənfi x versək, mənfi x'in kvadratı verəcəkdir bizə müsbət x kvadratı. Y bərabərdir x verəndə yenə f mənfi x verdikdə verəcək bizə mənfi fx. Yəni x'in yerinə mənfi x yazsaq, bu da verəcəkdir mənfi x. Bu da tek funksiyadır. Cüt funksiyadır. Daha sonra Y variantına baxaq. Y bərabərdir x vurulsun modul x bərabər. İndi x'in yerinə mənfi x yazaq. Y bərabərdir mənfi x vurulsun mənfi x bərabərdir. Mənfi x çıxır. Buradan da mənfi x'dən verir bizə müsbət x. O da verir bizə mənfi x kvadrat. Baxsaq indi. Y bərabərdir x minus 1'in kvadratı bərabərdir. Kvadratı görüb çox uşaq deyir ki, müəllimə bunu cüt funksiya kimi qəbul edək. Xeyr, bu cüt funksiya deyil. Qrafik kimi təsvir etsək, bir vahid sağa, bax qrafik kimi budur. Bu funksiya nə tek nə də ki cüt funksiyadır. Çünki
Demək, açsaq bunu x kvadratı minus 2x plus 1 verir. X kvadratı cüt funksiyadır. 2x tək funksiyadır. 1 isə ayrı-ayrılıqda yazsaq. Bu da cütdür. Təklə cütün cəmi nə tək verir, nə də ki cüt. Yəni ayrı-ayrı parçalasaq bunu, bax biri olacaq x kvadratı, y bərabərdir, biri olacaq mənfi 2x, biri də olacaq y bərabərdir 1. Y bərabərdir 1 sabit funksiyadır, bu cüt funksiyadır. Y bərabərdir x kvadratı cüt funksiyadır. Y bərabərdir mənfi 2x funksiyası isə tək funksiyadır. Təklə cütün cəmi nə təkdir, nə də cüt. Doğru cavabımız D variantı. On üçüncü suala baxaq. Sinus x çıxılsın. Kosinus kvadrat x bərabərdir sinus kvadrat x minus 2-də 1. Bu ifadəni sağa keçirsək verir bizə sinus x bərabərdir. Sinus kvadrat x plus kosinus kvadrat x minus 2-də 1. Bu ifadə əsas trigonometrik eynilikdir. Sinus x bərabərdir 1 çıxılsın 2-də 1. Sinus x bərabərdir 2-də 1. X bərabərdir mənfi 1 üstü k arcsinus 2-də 1 plus pi k. K da daxildir z. Arcsinus 2-də 1-i x bərabərdir mənfi 1 üstü k. Sinus 2-də 1-i alır pi bölü 6-da, yəni 30 dərəcədə plus pi k. K da daxildir z. Demək, hansı variant? Y variantı. 13-cü sual doğru cavab Y variantı. 14-ə baxaq. On dördüncü sual. A minus B2 olarsa ifadənin qiymətini hesablayın. Birinci baxaq A kvadrat minus AB. Burada da B. Plus A minus B16 minus B kvadratı minus AB 64A bölünsün 8A'da B plus 2 plus B'de 8A. Baxaq buradan. Bax, birinci məxrəcdən çıxardırıq, A-nı ortaq vuruq. Qalır A minus B. İkinci məxrəcdə olduğu kimi. Üçüncü məxrəcdən B-ni çıxardırıq, qalır B minus A. 64 A. Burada da B. Bölünsün. Demək, 8A2B. Bunları toplamaq üçün ortaq məxrəcə gətirmək lazımdır. Ortaq məxrəcimiz 8AB. Bu ifadəni B-yə vuracağım. Bu ifadəni 8AB-yə vuracağım. Çünki məxrəcində 1 var. Bu ifadəni isə 8A-ya vuracağım. Olur nə? B-nin kvadratı plus 16AB plus 64A kvadratı. 64A kvadratı. Birinci kəsirdə ortaq məxrəcimiz olacaqdır nə? AB-yə vurulsun, A çıx B. AB-yə vurulsun, A minus B. Burada diqqət etsək, bu A minus B-dir, bu B minus A-dır. Qarşıya bir mənfi çıxartsaq, bu olur müsbət A minus B. Deməli, birinci ifadənin ortaq məxrəcə gətirərkən B-yə vururuq. İkinci ifadəni AB-yə vururuq. Üçüncü ifadəni isə A-ya vururuq. Kəsirimiz bu şəklə düşür. B-nin kvadratı plus 16AB plus 64A kvadratı. Kəsiri böldükdə tərsinə çeviririk. Deməli, 8AB surətə qalxır.
Məxrəcdə isə b kvadrat plus 16ab plus 64a kvadrat verir. Bu ifadələr bərabər ifadələrdir. İxtisar apardıq. AB-lər ixtisar gedir. Qalır surətdə 8. Məxrəcdə qalır a minus b. İndi bizə də deyir ki, a minus b 2 olarsa, baxın, burada şərtdə deyir a minus b 2-dir. Gətirək yerinə qoyaq. A minus b-nin yerinə 2 qoyuruq. Bax, bu ifadənin yerinə 2 yazırıq. 8-də 2-yə böləndə 4. İlkin cavabımız 4. 15-ci suala baxaq. Alfabetdə qarşılıqlı bucaqlar üçün alfa plus beta bərabərdir 100. Biz bilirik ki, qarşılıqlı bucaqlar bərabərdir. Bura alfadır, burada betadır. Bərabərdirsə, cəmi 100-dürsə, deməli alfa da 50-yə bərabərdir, beta da 50-yə bərabərdir. Burada ifadə verilib, alfa bölünsün 5 plus 4-də 3 beta. Alfanın yerinə 50 yazsam, 50 böl 5 üstə gələk 4-də 3 vurulsun 50 bərabərdir. 50-ni 5-ə böləndə 10 plus ixtisar getdi 2-yə. 25, 2, 75-i də 2-yə böləndə 75-i 2-yə bölürük. 37 tam onda 5. Yekun cəm 47 tam onda 5. 15-ci sual ifadənin qiymətinin hesablanması idi. Sonra 16-cı suala baxaq. Y bərabərdir x kvadrat plus x plus s. Parabolası M3-5 nöqtəsindən keçirsə, bu parabolanın təpə nöqtəsinin koordinatları cəmini soruşur. M nöqtəsi var, 3-dən 15-dən keçir. Deməli, mən x-in yerinə 3 yazacağım, y-in yerinə də 15 yazacağım. Deməli, bu x-in qiymətidir, bu da y-in qiymətidir. Yazıram yerinə 3-ün kvadratı plus 3 plus s bərabərdir 15-ə. 9 plus 3 plus s bərabərdir 15. S bərabərdir 15-dən də 12 çıxanda verir bizə 3. S-imizin qiyməti 3-dür. Gətirib yerinə yazsaq, demək, funksiya bu şəkildə düşür. Y bərabərdir x kvadratı plus x plus 3. Bizdən parabolanın təpə nöqtəsinin koordinatlarını istəyir. Parabolanın təpə nöqtəsinin x-i mənfi b bölünsün 2a, y-i isə 4ac çıx b kvadrat bölünsün 4a-dır. M-i hesablayaq. Mənfi b bölünsün 2a. B-nin yerinə. Burada a bərabərdir 1, b bərabərdir 1, c də bərabərdir 3-ə. b bölünsün 2a. Mənfi 2-də 1 verir. N-i hesablasaq, mənfi 2-də 1, mənfi 0,5. N-i hesablasaq 4ac çıxılsın b-nin kvadratı bölünsün 4a. Bərabərdir 12, 12-dən 1 çıxanda 11, 4-də 11. 4-dən də 11. Bunların cəmini istəyir də. Koordinatlar cəmini istəyir. 4-də 11-i də keçirsək 2 tam 4-də 3, o da verir bizə 2 tam %75. İşarə müsbət. Demək, biz bunu n plus n hesablasaq, mənfi 0,5 plus 2 tam %75 bərabərdir. Verir bizə 2 tam %25. Tam %25 nömrə 16. Tam %25 yekun cavab. 17-ci sual. Həndəsi silsilədə B3 bərabərdir 16, Q bərabərdir 2 olarsa silsilənin
İlk 5 həddinin cəmini istəyir. S5 istəyir. S5 bərabərdir. Cəm düsturunu yazaq həndəsizlədə. B1 vurulsun Q üstü N çıx 1. Məxrəcdə Q çıxılsın 1. Demək, gətirib yerinə yazsaq, B1-i hesablasaq, B3-ü ifadə eləyək. B3 bərabərdir. B1 vurulsun Q-nin kvadratı. B1 vurulsun 2'nin kvadratı bərabərdir 16. B1 vur 4 bərabərdir 16. B1 bərabərdir 4. S5'i açsaq, B1 vurulsun Q üstü 5 çıx 1. Aşağıda da Q minus 1 bərabərdir. B1'in yerinə 4 yazsaq, Q üstü 5, Q'miz 2'dir. 2 üstü 5 çıx 1. Məxrəcdə də 2 minus 1. Məxrəcdə qalır 1, 2 üstü 5, 32, 32'dən 1 çıxanda 31, 4 vurulsun 31. Bərabərdir 424. Yekun cavab 124. 18-ci suala baxaq. Parallelogram verilib. Y'dir, S'dir, D'dir. B, A. AB bərabərdir. B'ye o da 4 santimetrdir. Bax, bundan bura 4 santimetrdir. YS ilə YD bərabərdir. Orada verilib bizə 7. ABYD 4 bucaqlısının perimetrin içi olar. ABYD. Biz bilirik ki, bax, buradan bura 11'dirsə, burada 11 verəcəkdir. ABYD. Bu 4 bucaqlının perimetrini istəyir. Perimetr ABYD bərabərdir 4 plus 4 plus 7 plus 11 bərabərdir 8, 19, 26. Yekun cavab 26. 18-ci sual. 19-cu sual. Məktəbdə içində balıq olan 3 ölçülü akvaryum var. 3 ölçülü akvaryum var. Kiçik akvaryumda 2 balıq var. Orta ölçülü akvaryumda 4 balıq var. Böyük akvaryumda isə 6 balıq var. Ümumi 60 balıq var. Cəmi bunlarda 60 balıq var. Varsa ən çox neçə akvaryum istifadə olunar? Ən çox istifadə olunması üçün çox akvaryum istifadə olunması üçün kiçik akvaryumların sayını çox götürmək lazımdır. Böyük ölçüdən bir dənə götürək, ortancıl ölçüdən bir sayda götürsək, deməli olur toplam 10 balıq. 60'dan çıxıram 10'u. Verir bizə 50. 50 balığı da 2 balıqlıq akvaryumlara bölsək, 50 bölünsün 2, 25 sayda kiçik akvaryum. 25 kiçik akvaryumumuz var. Bir dənə orta ölçülü götürürük. Bir dənə də böyük ölçülü götürürük. Toplam 27. Ən çoxu 27 akvaryum seçə bilərik. Bu balıqları yerləşdirmək üçün. Doğru cavab 27. 20-ci suala baxaq. Birinci gün mağazadakı ərzağın 40%. Birinci gün 40%. İkinci gün isə qalan ərzağın 50%. Deməli 40% satılıbsa 60% qalıb. Deyir bu qalanın 50%, 60'ın 50%'ni tapırıq. Bu da verir bizə 30. 30 da 1 istifadə etdilər. 2 gündə mağazadakı ərzağın neçə faizi satıldı? Bax, bu birinci günüydü, bu da ikinci günüydü. Toplam 40 ilə 30'un cəmi bərabərdir 70% satılıb. Doğru cavab 70.
70%. 21. sual. Bize kub verilibdir. A, B, C, D, A1, B1, C1, D1. Bizden deyir ki A1B. A1B. Bax bu. Düz xətti ilə B1, C1. Bax B1, C1. Bax bu düz xət. Aralarındaki mesafəni istəyir. Bu düz xətlər arasındaki mesafe. Bu düz xətlər arasındaki mesafe. Paralel köçürsəm bu düz xətdir. Kubun bütün üzləri bərabərdir də. Düz xət belə. Bunların arasındaki de mesafe bax bu şekilde olacaktır. Biz bilirik ki kubun bir teli 16'dırsa bu kubun bir yüzünün diagonalıdır. 16 verir bize 16 kök 2. Bax orada belə bir düzbucaqlı üçbucaq yaranıb. 16 buradır, 16 buradır. Bura 16 kök 2'dir. Düzbucaq təpəsindən çəkilmiş belə deyək, hündürlük. Bərabər yanlı düzbucaqlı üçbucaq olduğundan hündürlük həm də mediandır. O da hipotenuzun yarısına bərabərdir. Verir bize 16 kök 2 bölünsün 2 verir bize 8 kök 2. İlkin cevap 8 kök 2'dir. İkinci sual. Euler Venn diaqramına əsasən A bərabərdir x kvadrat plus bx plus c. B bərabərdir x çıx m çıx n. Tənliyin kökləri. Deməli, A'nın tənliyinin kökləri x1'imiz 5'dir, x2'miz 3'dür. Birinci A üçün baxaq. X minus 5 bir de x minus 3 bərabərdir 0. Bu olur belə x kvadratı minus 3x minus 5x plus 15 bərabərdir 0. X kvadrat minus 8x plus 15 bərabərdir 0. Demək ki burada B bərabərdir. Demək B'nin yerine durur burada mənfi 8. C'nin yerine durur burada 15. B'nin C'ni hesapladık. Geçtik digər tənliyimizin köklərinə. B tənliyimizin x1'i verib 3, x2'si verib bizə 7. B tənliyimiz bu şəkildədir. X minus m çıx n bərabərdir 0. N'i sağa keçirsəm x minus m bərabərdir n olacaqdır. Bunun iki mümkün halı var. X minus m bərabərdir n, bu bir hal. İkinci hal x minus m bərabərdir mənfi n. Buradan x bərabərdir n üstə gələk m. Buradan da x bərabərdir m çıxılsın n. Tənliyimizin iki kökü var. Demək biri 3'dür, biri 7'dir. Yazıram bu şəkildə. N üstə gələk m bərabərdir 3. Bir de yazıram m çıxılsın n bərabərdir. Bunu 5 yazım, 3 bunu 7 yazım. Yəni burada bax. Cəmini 7 yazım, fərqini isə 3 yazım. Tərəf-tərəfə toplasaq buradan 2m bərabərdir 10, m bərabərdir 5. M 5'dirsə n bərabərdir 2'ye. Bizdən indi B plus C
plus m vurulsun n-i istəyir. B-ni yerinə tapmışıq -8. Bax, bura -8-dir. -8 üstə gələk. S-ni yerinə tapmışıq 15. Üstə gələk. M-i yerinə 5. N-in yerinə isə 2. 5 dəfə 2 10. Bu da cavab, yekun cavab 17. 22-ci sual. Yekun cavab 17. Doğru cavab 17. 23-cü suala baxaq. Piramidaları oxşardır. B piramidanın yan səthinin sahəsini soruşur. Burada şərtdə düzgün dördbucaqlı sözü yazılmayıb. Düzgün dördbucaqlı sözü yazılmalıydı burada. Birinci piramida, ikinci piramida. S oturacaq verib bizə 225. S-yan verilib bizə 280. Yan səthinin sahəsini soruşur. B piramidasının yan səthinin sahəsini. Demək, oturacağımız əgər düzgün dördbucaqlıdırsa, A kvadratı bərabərdir 225. A bərabərdir 15. Tərəf 15. Tərəflər nisbəti. Onun 15-ə nisbətinin kvadratı bərabər olmalıydı sahələr nisbətinə. 280-in S-a nisbəti. İxtisar aparsaq, qalır 3-də 2-nin kvadratı bərabərdir 280 bölünsün S. Verir bizə da verir bizə 9'da 4 bərabərdir 280 bölünsün S. İxtisar aparsaq qalır burada 70. S də bərabərdir 630. Yan səthinin sahəsini istəyir bizdən. O da verir bizə 630. Yirmi üçüncü sualıydı. 24'e baxaq. Dördüncü sual. Sinifdə 24 şagird və cədvəldə şahmata gedən və getməyən şagirdlərin sayı verilib. Cədvələ əsasən təsadüfi seçilmiş şagirdin şahmata gedən oğlan olması ehtimalını tapın. Sinifdə 24 şagird var. Oğlanlardan 2M gedən, getməyən 9. Bu gedən, bu getməyən. Qızlardan M gedən, 6 getməyən. Ümumi toplam 24 şagird var. Deməli, toplasaq 3M plus 15 bərabərdir 24. 3M bərabərdir 24-dən 15 çıxdıqda 9, M bərabərdir 3. M 3-dürsə, deməli, gedən qızların sayı 3, gedən oğlanların sayı 6. Deyir ki, cədvələ əsasən təsadüfən seçilmiş şagirdin şahmata gedən oğlan A hadisəsinin ehtimalı bərabərdir. Ümumi 24 şagirdimiz var. Bir şagird seçilir. Şahmata gedən oğlan
24'te 6, o da verir bizə 4'dən 1. Doğru cavab 4'dən 1. Bərabər yanlış bucaqda daxili çəkilmiş çevrənin mərkəzi oturacağı çəkilmiş hündürlüyü 10 cm və 8 cm olan iki hissəyə ayırır. Daxili çəkilmiş çevrə mərkəzi. Demək, 8 santimetrdir. Buradan burada 10 santimetrdir. Bura 8'dirsə, bu hissə də 8'dir. Çünki radiusdur, bax bu. Bura 10'dursa, burada 2 düşür. Bura bir A desəm, toxunan və kəsənin xəssəsinə əsasən A buradır, 2 buradır. Bunun hamısı da verir bizə 18. Deməli, olur belə bir ifadə. A kvadratı bərabərdir 2 vurulsun 18. Qaydamız var idi də. A kvadratı bərabərdir B vurulsun B plus C. Xatırlayırsınızsa, buradan A bərabərdir 6'ya. Bu ifadə 6'ya bərabərdir. Bura 6'dırsa, burada 6'dır. Bir nöqtədən çevrəyə çəkilmiş toxunanlar bərabərdir. Bura bir x yazsaq, bu hissə də x-ə bərabərdir. Yenə bir nöqtədən çəkilmiş toxunanlardır. Biz bilirik ki, üçbucağın daxili çəkilmiş çevrənin mərkəzi tənbölənlərin kəsişmə nöqtəsidir. Bu, bərabər yanlış bucaq olduğundan həm tənböləndirsə, eyni zamanda həm hündürlük, həm də mediandır. Burada belə bir düz bucaqlı üçbucaq almışıq. Bax burada. Demək, bura x plus 6'dır. Bura x-dir, burada 18'dir. Dənliyimizi quraq. Demək, x plus 6'nın kvadratı bərabərdir x kvadratı plus 18'in kvadratı. Açaq bunu, x kvadrat plus 12x plus 36 bərabərdir x kvadrat plus 324. X kvadratları islah getdi, qalır 12x bərabərdir 324'dən 36 çıxsaq. 288. X də bərabərdir. 288'i 12'ye bölsək, verir bizə 24. Bu hissədə verdi bizə 24. Deməli, x'imiz də 24'dür. Bizdən deyir ki, üçbucağın perimetri neçə santimetr edər? Üçbucağı çəkək yenidən. Deməli, 24'ün üstə 6 gələndə verir bizə 30. 30'dursa bərabər yanlıdır. Burada 30'dur. X almışam 24. Buradan bura kimi 24'dür. Bu həm də median olduğundan burada 24'dür. Fiqurun perimetrini deyir hesabla. P bərabərdir 30 plus 30 plus 48. O da verir bizə 108. 108. Yekun cavab 108. Bu qədər.